Bir dostum var. Yağış yağan kimi əllərini belə ayırır, başlayır deməyə bərəkətdir, bərəkət. Və mən bunu görürəm, təbii ki, zarafatlaşırıq, bunu lağa qoyuram, ələ salıram. Hər dəfə yağış yağanda mən bu zarafatı eləyirəm, özümdən asılı olmayaraq və yanımda hamı bilir ki, kimin sözüdür və zarafat kimi hamı qəbul edir, hamı gülür. Günlərin bir günü deməli təkəm, yanımda heç kim yoxdur. Yağış yağmağa başlayır. Və mən əllərimi ayırıram, bərəkətdir, bərəkət. Belə ürəkdən deməyə başlayıram. Və bir anlıq başa düşürəm ki, bu artıq zarafat deyil. Yanımda heç kim yoxdur, mən də belə gülmürəm artıq bu zarafata. Və mən bir anlıq başa düşdüm ki, nə vaxtsa zarafat hesab elədiyim şey hal-hazırda ciddi bir rituala çevrilir. Mən hər dəfə yağış yağır və bu proseduru eləyirəm. Bu proses əslində mənim xoşuma gəlir və mən bunu bəyənirəm. Amma sözüm ondadır ki, zarafatlarımızdan müğayət olun. Onlar priviçkaya çevrilə bilir. Və məşhur bir Azərbaycan deyimi idi. Əvvəli zarafat, axırı Alacının mağarasında olduğu kimi hər kəs bacardığı qədərini götürəcək.